Simit varsa deməli mən də varam. Dadına baxmasam olmaz. Mükemmel çıxıb. Vallahi mükemmel çıxıb. Mütləq hazırlayın. İnanın peşman olmayacaqsınız. Bu günləri böyükdən kiçiyə hər kəsin sevəcəyi evdə simit hazırlayacağıq. İlk simitimizin xəmirini yoğuracağıq. Burada 180 ml duru yağımız var. Əlavə edirik qabımıza. 1 stəkandan 1 barmaq az da südümüz var. Onu da əlavə edirik. Yarım stəkandan 1 çıqqılı çox da suyumuz var. Bu da ilıq olmalıdır suyumuz. Onu da əlavə edirik. Tuzluğumuz, duzumuzu və şəkərimizi də əlavə edirik. 1 çay qaşığı da quru mayamızı əlavə edirik. Sonra hamısını birlikdə qarışdırırıq. Qarışımımız sağ olsun yoldaşım hazırladığı üçün 4 stəkan unu da əlavə edib az-az əlavə edirik və ələ yapışmayan xəmir əldə edəcəyik. Burada 4 stəkana qədər unumuz var. Yaxşıca yoğururuq. Bütün ərzaqlarımız ev temperaturunda olsa daha yaxşıdır. Çünki çoxları deyir ki, xəmirim acımır, şişmir, köpmür. Onun üçün də ən gözəli ilıq otaq temperaturunda olsun. Xəmirimizi artıq yoğurduq, azca pərdağladıq. İndi isə olmazsa olmaz kərə yağımızı əlavə edirik. Kərə yağı xüsusi yumuşaqlığı və pambıq kimi eləyir, həm də müddətini uzadır. Yağ da həmişə kimi yumuşaq olmalıdır. Əridib də vura bilərsiniz, yəni fərq eləmir. Əsas odur, xəmirimiz yumuşaq olsun. Və artıq yağla da xəmirimizi yenidən yoğurduq. Onu da qeyd edeyim ki, azca gördünüz ki, biraz sulu oldu. Yenidən biraz da 1-2 xörək qaşığı da un qatıb yenidən yoğura bilərsiniz. Narahat olmayın, çox qəşəng, ələ yapışmayan, yumuşaq belə xəmirimiz olacaq. Bunu indi üzərini streçləyib 40 dəqiqəliyinə acmaya qoyacağıq. Streç olmasa da adi salafan və yaxud da dəsmalla da büküb acıda bilərsiniz. Artıq xəmirimiz gördüyünüz kimi mayalanıb, indi isə simit formasını veririk. Xəmirimiz azca yenidən mayalansın, biz isə küncütümüzü qovuraq. Simitlərimizi bulamaq üçün sos hazırlayırıq. 300 ml su əlavə edirik. Bir bol qab olsa yaxşı olur. Bəh, mamamın gətirdiyi bəhməzdən istifadə edəcəm. 3-4 xörək qaşığı bəhməz qoyuram. Yaxşıca qarışdırırıq. Tam bir-birinə qarışmalıdır. 5 dəqiqə sonra yenidən xəmirimiz mayalandı. Həqiqətən qəşəng görsənir. İndi isə bunları simit formasına veririk. Biraz daha mayalandırdım. İndi isə əvvəlcədən 200 dərəcədə qızdırılmış sobaya bişməyə göndəririk. Gəlin birlikdə simitlərin xırçıltısını qulaq asaq. Həqiqətən çox qəşəng çıxıb yumuşaq. Siz isə səs üstünə nəsə atmaya da bilərsiniz. Mən elə biraz dəsmal atdım ki, biraz yumuşaq olsun. Çünki həvva gələcək, yeyəcək. Və əsl məktəbə qoymalıqdır. Həm də evdə səhər yeməklərimizdə də istifadə edə bilərsiniz. Çox qəşəng çıxıb. Simit varsa deməli mən də varam. Dadına baxmasam olmaz. Mükemmel çıxıb. Vallahi mükemmel çıxıb. Mütləq hazırlayın. İnanın peşman olmayacaqsınız.